öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin fikri ilə başlamaq istəyirəm. Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur. 20-ci əsr xalqımızın tarixində dərin izlər buraxdı. Azərbaycan Respublikası dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra iki mühüm məsələni eyni zamanda həll etmə problemi ilə üzləşdi. Birincisi və ən əsası dövlətimizin siyasi müstəqilliyini qoruyub yaşatmaq və möhkəmləndirmək. İkincisi isə ölkəmizin milli iqtisadi sistemini formalaşdırmaq və gücləndirməkdən ibarət olmuşdu. 20-ci əsrin 90-cı illərin əvvəllərində talih bizi böyük sınavlar qarşısında qoydu. Məhz belə bir dövrdə xalqımızın arzusu və təklif tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Azərbaycanımızı bəlalardan xilas etdi. O, Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün gərgin diplomatik səylər nəticəsində 1994-cü il sentyabrın 20-sində Azər-İçraq Günəşli yataqlarının birgə işlənməsi haqqında müqavilə imzalandı. Əsrin müqaviləsi adı ilə düşən bu müqavilə Azərbaycanın taleyində əvəz edilməz rol oynadı. 1999-cu ilin noyabrında Azərbaycanda istehsal olunan neftin dünya bazarına çıxarmaq üçün İstanbulda hal-hazırda Ulu Öndərin adını daşıyan Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilməsi haqqında saziş imzalandı. Əsrin müqaviləsi bizə nə bəxş etdi? Dövlətimizin neft və qaz sənayesi yenidən quruldu. Yeni istehsal müəssisələri və infrastruktur layihələr həyata keçirildi. Dövlətimizin ən mühüm məsələlərindən biri olan ordumuz yenidən quruldu. Qeyd etdiklərim əsr müqaviləsinin xalqımıza bəxş etdiyinin bir hissəsidir. Bu müqavilədən sonra dövlətimiz etibarlı tərəfdaş kimi tanındı və yeni müqavilələrin bağlanmasına şərait yaradıldı. 2017-ci il sentyabrın 14-də Heydər Əliyev mərkəzində Azər-İçraq Günəşli neft yataqlarının işlənməsi haqqında sazişə düzəliş edilmiş və yenidən müqavilə imzalanmışdı. Bu mərasimdə çıxış edən İlham Əliyev qeyd etmişdi. İndi imzaladığımız o sənəd indi göstərir ki, ulu öndər siyasət yaşayır və yaşayacaq. Ölkəmizin gələcək inkişafında siyasi, iqtisadi və ya başqa mane yoxdur. Bu imkanları bizə əsrin müqaviləsi bəxş edir. Bütün bu nailiyyətlər ulu öndərin misilsiz zəhmətləri sayəsində olmuşdu. Xalqımızda gələcəyə dair böyük ümidlər yaranmışdı. Ulu öndərin siyasətini davam etdirən Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev olmuşdu. Ulu öndərin bu layiqli siyasətini daha da şaxələndirərək davam etdirən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 44 günlük vətən müharibəsində 30 illik həsrətə son qoymuşdu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış bu möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazılmışdı. 2023-cü ilin sentyabrında həyata keçirilmiş bir günlük antiterror əməliyyatı nəticəsində Qarabağımız tamamilə yağı düşmənlərdən azad edildi. Dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Bugün Azərbaycana böyük güclər tərəfindən müxtəlif təzyiqlər göstərilir. Lakin xalqımız əmindir ki, dövlətimizin rəhbərliyində ulu öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev durur. Xalqın tam dəstəyini alan İlham Əliyev Azərbaycanımızı böyük uğurlar aparır. Qarabağımızda böyük quruculuq işləri gedir. Azərbaycan yeni bir intibah dövrü yaşayır. Bu müqəddəs ana uğrunda hər birimizə uğurlar diləyirəm.